Dimin 89-cu bugünkü sınağa düşmüş 89-da ətraflı yazını izah edəcəm. Məndə deyir ki, n sayda müxtəlif natural ədədlər içərisində cüt olan və ən kiçik ikinci ədədin rəqəmləri cəmini çap edən proqram Python dilində yaz. Qeyd, birdən çox cüt ədəd daxil edilmişdir. Məsələn, yəni burada n sayda 5, yəni 43, 56, 51, 54, 60. Burada da 2, bunların içində cütləri götürəcək hansı ki budur. Və bunların bütündə ikinci gələn sort eləyəcəm. İkinci gələn ədədin rəqəmlərin cəmi neçə eləyəcəyini tapacağıq. Baxın, belə bir şey eləyəcəyik. Birinci cüt ədədləri biz siyahıya yığmalıyıq. Siyahıya yığmalıyıq. Aydındır. Cüt ədədləri siyahıya yığmalıyıq. Və sonra və oradan da neyəcəyik? Biz oradan ikinciyə düşən ikinci ədədin rəqəmlərin cəmini tapacağıq. Belə eləyək. N bərabərdir. Şəkil ilə yazacağım ki, n bərabərdir int input. Düzdürmü? Və onun üçün bir siyahı yığacağım. A bərabərdir siyahı açdım. Dövrdən istifadə edəcəm ki, in range, yəni bu sayda mən bu ədədləri daxil edə bileyim və daxil edəcəyim ədədlərdə daxil edəcəyim b bərabərdir int input, ədədləri daxil etdim və cüt olub olmadığını yoxlayacağım. If şərt verəcəm. Yəni b faiz 2 bərabərdirmi? 0-a 2 nöqtə qoydum. Çünki şərtdən sonra həmişə 2 nöqtə qoyulur. Və nədir? Cütdürsə həmin append eləyəcəm. Siyahıya nəyi? B-ni. Və gələcəm sort eləyəcəm. Azdan çoxa doğru düşsün. Yəni A siyahısında sort. Və bunun üçün cəmi üçün də bir dənə də S bərabərdir 0 götürürəm. Yenə for gəlib bir sort eləyəndən sonra in nə STR də çevirə bilərik. Promoy. Gəlin mən bunu burada birinci mən indekslə yazım. Yəni ki bir dənə dəyişən əlavə edeyim. Nə bilim C bərabərdir STR. Birinci indeksi götürsün. Sonra gəlsin for in nə C. C'nin içinə daxil olsun və həmin ədədi i'ni tam ədədə çevirsin və neynəsin? Cəmləsin. Print və yerləşmədiyi üçün buradan yazacağım. Print S-i çap etmiş olsun. Burada da gəlib birinci olaraq bu yazacaq. Azdan çoxa doğru düzəcək. 56, 54, 56, 60. İkinci də 56-ya düşəcək. 6 ilə də 5-in cəmi 11-i vermiş olacaq.